İzləyiciləri, bugünkü videoda sizə OTK-nın 18 may 2025 tarixində 11-ci siniflər üçün keçirdiyi blok sınaq imtahanından fizika suallarının izahını verəcəm. Hər birinizə xoş izləmələr və qarşıdan gələn imtahanda uğurlar arzulayıram. 31-ci sualdan başlayaq. Cisim çevrə üzrə bərabər sürətlə hərəkət edir. Cismin A nöqtəsindən B nöqtəsinə yer dəyişməsinin modulu verilib bizə. Deməli, SAB 4 metrdir. Cismin A nöqtəsindən C nöqtəsinə yer dəyişməsinin modulunu SAC-ni tapmaq bizdən tələb olunur. Deməli, A-dan B-yə gəlir. Çevrələrin radiuslarının R olduğunu nəzərə alsaq, onda SAB bərabər olacaq kök altında R kvadrat plus R kvadrat, o da bərabərdir kök 2 R. Yəni, o da bərabər olacaq 4 metrə. Bizdən SAC-ni soruşur, AC-ni. A-dan C-yə gələndə yer dəyişmə diametrə və ya 2R-ə bərabər olar. Bunları tərəf-tərəfə bölə bilərik. SAC bölünsün SAB bərabərdir 2R bölünsün kök 2R. R-ləri də ixtisar etsək, qalar 2 böl kök 2. Bunu da surət məxrəcini kök 2-yə vursaq, deməli, eləyər kök 2. Onda SAC bərabərdir kök 2 vurulsun SAB. O da bərabər olacaq 4 kök 2 metr. Doğru cavab B. 32. K açarını qapadıqda hansı dövrədə sönməyən elektromanyetik əksləri yaranır? Deməli, sönməyən elektromanyetik əkslərin yaranması üçün kondensator dolub boşalmalıdır və burada periodun yarısında cəryan bir istiqamətdə, digər yarısında isə əks istiqamətdə axmalıdır. Deməli, birinci şəklə baxsaq, görək ki, diodlar eyni cür qoşulub, onlardan başlanğıc anda, yəni periodun yarısında hər ikisindən cəryan keçər. Sonra isə periodun digər yarısında kondensatorun lövhələrindəki yüklərin işarələri dəyişdiyinə görə bunlardan əks istiqamətdə cəryan axmaz və şərtdə göstərilib ki, tərs keçiddə deməli müqavimət sonsuz böyükdür. Deməli 1 olmaz. Deməli, ikincidə isə diodlar paralel və əks istiqamətdə qoşulub. Biri başlanğıc halda deyək ki, yuxarıdakı diod düz qoşulub buradan cəryan keçir. Tərs keçiddə isə yuxarıdan cəryan keçmir, onda aşağıdan keçəcək. Yəni, deməli, T böl 2-də yuxarıdakı dioddan cəryan keçər. Digər periodun yarısında T böl 2-də isə aşağıdan cəryan keçər. Deməli, əvvəlcə deyək ki, saat əqrəbi istiqamətində axırsa yuxarıdakı dioddan, periodun digər yarısında isə aşağıdakından cəryan keçir və kondensator dolub boşalır. Nəticədə sönməyən elektromaqnit əksləri yaranır. Üçüncüdə isə elə başlanğıc anda belə görürük ki, diod tərsinə qoşulub. Tərs qoşulanda deməli müqavimət sonsuz böyük olur və buradan olacaq cəryan keçməz, kondensator boşalmaz. Deməli doğru cavab olacaq Y variantı. Yalnız 2. 33. Verilmiş kütlə ideal qaz üzərində aparılmış proseslər üçün Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Birinci izobar qızmadır. İzobar qızmada P sabit, T artır. Deməli, izobarda T ilə V düz asılıdır, V artır. İzoxorik qızmada V sabit, T artır. Deməli, P də artır. Bəlkə lazım olar bizə. Deməli, daxil enerji artır. Bilirik ki, verilmiş kütləli bir atomlu ideal qazdan söhbət gedirsə əgər, deməli, daxili enerji 2-də 3 M bölü M RT düsturu ilə hesablanır. Temperatur artır hər iki halda, ona görə daxili enerji artar. Bu ortaqdır. Qaza verilən istilik miqdarının hamısı daxili enerjiyə çevrilərdir. Q bərabərdir delta U üstə gəlinsin A ştrix. Deməli, Q-nün tamamilə delta U-ya çevrilməsi üçün gərək iş 0 olsun. İş də izoxor prosesdə 0 olur. Deməli, izoxorik qızmada qaza verilən istiliyin hamısı daxili enerjinin artmasına sərf olunur. Qaz xarici qüvvələr üzərində müsbət iş görür. Qazın müsbət iş görməsi üçün
Normaldır, həcm artmalıdır. İzoxorda onsuz da iş görülmür. Deməli, 3 uyğun gələcək izobar qızmaya. Qazın sıxlığı azalır. İzoxorikdə həcm dəyişmir, kütlə sabitdir, sıxlıq dəyişmir. Onda 2-5 uyğun gələcək izoxora. Deməli, qazın sıxlığı azalır. Harada? Həcm artanda, yəni izobarik qızmada. Deməli, 1-ə 3-4 uyğun gəlir. 3-4, 2-5, 1 olan variant D. 34. I bölünsün YNS. Bu cəryan şiddətinin Sevin düsturuna əsasən təyin olunur. Sevin. Deməli, burada nə yoxdur düsturda? V. Naqirdəki elektronların nizamlı hərəkətinin orta sürəti. Gəldik 35-ə. 35-də 3 dənə rezistor verilib. A1 ampermetrin göstərişi 6-dır. A2-ni soruşur bizdən. Paralel birləşmədir. Paraleldə I bərabərdir U bölür. Bu sabit yerdən tərs asıdır. Müqavimət R olanda, deməli, cəryan şiddəti 6 amperdirsə, müqaviməti 2 dəfə böyük olanda cəryan 2 dəfə az olar, yəni 3 amper olar. Ən aşağıda müqavimət 3 R'dir, deməli, cəryan şiddəti 2 amper olacaq. A2 ampermetri buradakı ümumi cəryanı göstərir, deməli, bunların cəmini. 6 plus 3 plus 2 11 amper olar. Yəni I2 bərabərdir 6 plus 3 plus 2. 11 amper C variantı. 36. Sink lövhəni müxtəlif tezlikli və intensivlikli şüalarla işıqlandırdıqda fotoeffekt müşahidə olunur. Fotoelektronların maksimal kinetik enerjiləri arasında hansı münasibət doğrudur? Fotoeffektin ikinci qanununa görə bilirik ki, Y kinetik, deməli, tezlikdən düz asılıdır. İntensivlikdən asılı deyil. Ona görə bizə lazımdır tezlikləri müqayisə etmək. Görürük ki, nü3 böyükdür, nü2 ilə nü1 bərabərdir. Onda Y3 böyükdür, Y1, 2 bərabər olmalıdır. Doğru variant A, üzr istəyirəm, B olar. 37-ci suala baxaq. Deməli, bircins elektrik sahəsində daxil olan yüklü zərrəciyin potensial enerjisinin keçdiyi potensial fərqinin asılı qrafiki verilib. Bu zərrəciyin hansı zərrəcik olduğunu və hansı istiqamətdə hərəkət etdiyini müəyyən etmək lazımdır. Deməli, qrafikdən görürük ki, potensial enerjinin əvvəlki qiyməti 40 olub, sonraki qiyməti 60. Deməli, burada potensial enerji artıb. Elektrik sahəsinin intensivliyindən fərqləndirmək üçün bunu W ilə göstərəcəm. Deməli, 60 çıxılsın 40 bərabərdir 20 elektron volt. Deməli, digər tərəfdən də bilirik ki, elektrik sahəsində yüklü zərrəcinin hərəkəti zamanı görülən iş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabər olur. Deməli, potensial enerji artıbsa, mənfi iş görülür. Bu iki halda mümkündür. Deməli, birinci, əgər müsbət yüklü zərrəcik, məsələn, proton, deməli, intensivlik xətlərinin əksi istiqamətində hərəkət edərsə, müsbət yükə təsir edən qüvvə bilirik ki, intensivlik xətləri istiqamətində yönəlir. Burada iş necə olur? Mənfi olur. İkinci isə mənfi yüklü zərrəcik, məsələn, elektron. Elektrik sahəsinin intensivlik xətləri istiqamətinə daxil olarsa, buna təsir edən qüvvə Y-nin, yəni intensivlik vektorunun əksinə olur. Burada da görülən iş mənfidir. Deməli, burada diqqət edəsək, görürük ki, potensial enerjisi 20 elektron volt artıb və 20 volt potensiallar fərqini keçib. Deməli, zərrəcin yükü ya müsbət Y olmalıdır, ya da mənfi Y olmalıdır. Əgər elektron olsa, deməli, elektron intensivlik xətləri istiqamətində daxil olmalıdır. Proton olsa, intensivlik xətlərinin əksi istiqamətində daxil olmalıdır. Baxaq, A variantı. İntensivlik xətlərinin əksi istiqamətində daxil olan elektron. Nə demişdik? İntensivlik xətləri istiqamətində olmalıdır. Bu deyil. İntensivlik xətləri istiqamətində daxil olan alfa zərrəcik. Alfa zərrəcin yükü 2 elementar yükdür. Bu heç də uyğun gəlmir. İntensivlik xətləri istiqamətində daxil olan proton. Proton intensivlik xətlərin əksinə daxil olduqda mənfi iş görürlər, potensial enerji artar.
D variantı intensivlik xəttlərinin əksi istiqamət daxil olan proton. Deməli, doğru cavab D-dir. Y variantında yenə alfa zərərcik verib. Bu da yanlış cavabdır. Növbəti sual 38. Şəkildə cəryan şiddəti eyni olan düz naqillərin kəsikləri təsvir olunub. Naqilləri birləşdirən parçanın C nöqtəsində, yəni orta nöqtəsində yekun induksiyanı soruşur. Bilirik ki, maqnit induksiya vektorunun istiqaməti sağ yibli burğu qaydasına əsasən təyin olunur. Deməli, qısaca bunu deyə bilərik ki, cəryan şəkil müstəvisindən bizə doğru axırsa, onda biz burğunun dəstəyini necə fırlayacağıq? Saat əqrəbinin əksinə. Yox, əgər cəryan bizdən şəkil müstəvisinə perpendikulyar axırsa, onda saat əqrəbi istiqamətində fırlamalıyıq. İndi baxaq. Bunların hətta rənglərini də dəyişmək olar. Dəyişə bilsək. Yox, dəyişəmədik. Deməli, birincidə maqnit induksiya vektoru yönələcək yuxarı. Çünki saat əqrəbinin dedik ki, əksi istiqamətində fırlayırıq. Cəryan bizə tərəf axırsa, bu olacaq B1. Digərini də qara ilə göstərək. İkincidə isə saat əqrəbinin hərəkəti istiqamətində fırlayırıq burğunun dəstəyini. Bu da yuxarı yönələr olacaq B2. Deməli, yekun induksiya vektoru da yönələr C nöqtəsində yuxarı, şaquli yuxarı. Yəni, görək cavablarda nə şəkildə verib? Şəkil müstəvisində yuxarı. Doğru cavab C olacaq. Əgər bunların istiqamətləri eyni olsaydı, məsafələr, cəryanlar eyni olsaydı, onda yekun induksiya ortada sıfıra bərabər olardı. Gəldik 39-cu suala. A və B dövrlərində təsvir olunan lampalardan hansılar közələr? Birinci şəklə diqqət etsəz, görərsiniz ki, burada sabit cəryan mənbəyi verilib. İkincidə isə dəyişən cəryan mənbəyi verilib. Dalğalı xəttlə göstərilib. Bilirsiniz ki, kondensatordan sabit cəryan keçmir. Çünki lövhələr arasında dielektrik var. Xüsusi halda hava olur. Deməli, ikinci lampa közərməz. Birinci lampadan isə deməli, cəryan keçər, bu həmişə közərər. İkinci, yəni B sxemində, B dövrəsində dəyişən cəryan olduğuna görə hər iki lampa közərər. Deməli, bizdən də soruşur ki, hansılar közərər? 1, 3, 4. Cavab A variantı. Newton bölsün kulon hansı fiziki kəmiyyətin vahidinə uyğun gəlir? Newton qüvvənin vahididir. Kulon da elektrik yükünün. Deməli, F bölsün Q elektrik sahəsinin intensivliyini verir. Deməli, doğru cavab olar B. Gəldik 41-ə. Müstəvi hava kondensator bateriyasına yüklənərək mənbədən ayrıblar. Bilirik ki, mənbədən ayrılanda Q sabit olur və bizdən enerjilər soruşur. W1 bərabərdir. Q sabit olduğuna görə Q kvadratı böl 2C1-dən istifadə edəcəyik. W2 üçün də Q kvadratı bölünsün 2C2. Deyir ki, C1 kondensatorun lövhə arasındakı məsafəni artırıblar. C bərabərdir epsilon 0S böl D1-dir. Məsafəni artıranda C1 azalar. C1 azalıbsa, birinci kondensatorun elektrik sahəsi enerjisi artar. C2 dəyişməyib, Q2 sabitdir. Deməli, W2 də dəyişməz. 1 artar, 2 dəyişməz, B variantı. 42. Bərk cimin gərilmə diaqramında Y nöqtəsinə uyğun mexaniki gərginlik necə adlanır soruşur. Bunların hər birini təkrarlasaq, A nöqtəsi adlanır mütənasiblik həddi. Bu nöqtəyə qədər Huk qanunu ödənilir. Huk qanunu ödəndiyi mexaniki gərginliyin ən böyük qiyməti mütənasiblik həddi adlanır. B nöqtəsi isə elastik deformasiyanın ödənildiyi mexaniki gərginliyin ən böyük həddidir. Buna elastiklik həddi deyilir. CD hissəsində nümunənin axması baş verir. Yəni, qüvvənin dəyişmədikdə belə nisbi uzanma artır. Y nöqtəsi isə adlanır möhkəmlik həddi. Bunların hər birinin vahidi Paskaldır. Deməli, və Newton bölünsün metrin kvadratına uyğundur vahidləri. Möhkəmlik həddi olan A variantıdır. Növbəti sual. Hər hansı temperaturda doyan su buxarının sıxlığı məlum olarsa, həmin temperaturda havada olan doymayan su buxarının sıxlığı hansı ifadə ilə təyin olunur? Deməli,
Sıxlıqla bağlı nisbi rütubətin düsturundan istifadə etmək olar. Fi bərabərdir rho bölü rho 0 vurulsun 100%. Deməli, bizə rho lazımdır. Rho bərabərdir fi vurulsun rho 0 bölünsün 100. Deməli, rho 0 məlumdur. Deyək, 100 onsuzda sabit ədəddir. Biz rütubəti təyin edə bilərik hiqrometrlə. Buna əsasən də sıxlığı ölçmək olar. Digər tərəfdən təkrar olsun deyə deyə bilərəm ki, areometr deməli mayilənin sıxlığını ölçür, temperatur termometrinə ölçülür, voltmetr gərginliyi, potensial fərqini, dinamometr qüvvəni və çəkini ölçür. Və buradan cavablar çıxmaqla da tapa bilərdiniz. 44. Düzbucaqlı koordinat sistemində cismə təsir edən iki qüvvədən biri F1 və əvəzləyici qüvvə göstərilmişdir. İkinci qüvvənin koordinat oxları üzrə proyeksiyalarını müəyyən edin. Təsvirə baxsaq görək ki, F əvəzləyicinin x oxu üzrə proyeksiyası görünür buradan 2 bölgüdür. Y oxu üzrə 1 bölgüdür, yəni 1 newtondur. Deməli, onda yaza bilərik Fx bərabərdir F1x üstə gəlsin F2x. Yəni, Fx burada əvəzləyicinin x oxu üzrə proyeksiyasıdır, 2 newton bərabərdir. F1 x oxuna perpendikular olduğuna görə proyeksiyası 0'dır. Üstə gəlsin F2x. Buradan da deyə bilərik ki, F2x bərabərdir 2 newton. Növbəti Fy üçün yaza bilərik. Burada proyeksiyanı Fy bərabərdir F1 y üstə gəlsin F2y. F əvəzləyicinin y oxu üzrə proyeksiyası 1 newtondur. Bərabərdir. F1 vektoru y-in əksinə yönəlib və 2 newtondur. Buna yazıram -2 newton üstə gəlsin F2y. -2-ni sola keçirsək olacaq müsbət 2, yəni 3 newton olar. F2y 3 newton, F2x 2 newton. Doğru cavab A variantı. 45. Müxtəlif üfüqi müstəvilər üzərində tormozlanan verilmiş başlanğıc sürətli cismin tormoz müddətinin sürtünmə əmsalması qrafikansıdır. T tormoz bərabərdir V0 bölünsün A-ya. A da burada müjə olduğundan, deməli T tormoz müdən necə asılıdır? Tərs. C variantı. İdeal qazın verilmiş kütləsi üzərində gedən izoprosesdə orta kinetik enerjisi sabit qalmış, konsentrasiyası azalmışdır. YK bərabərdir 2'də 3 KT. Kinetik sabitdirsə, deməli temperatur sabitdir. Bu izotermik proses olmalıdır. Konsentrasiya azalıb deyil. Konsentrasiya N bölünsün V'dir. Kütlə sabit olduğuna görə molekulların sayı dəyişməz. Konsentrasiya azalıbsa, deməli həcm artmalıdır. Bu olacaq izotermik genişlənmə. Doğru cavab Bakı. Verilmiş yaylı rəqqasın söymək hamı rəqsləri zamanı yer dəyişməsinin amplitudunu 2 dəfə artıqda sürətin amplitudunu soruşur. Sürətin amplitudu ilə yer dəyişmənin amplitudu, yəni rəqs amplitudu arasında belə bir əlaqə var. Vm bərabərdir xm, omeganın əvəzinə k bölü m də yazmaq olar. Verilmiş yay deyirsə, bu ifadə sabit olacaq onsuz da. Yəni k da sabit, m də sabit. Rəqs amplitudu xm-i 2 dəfə artırsaq, vm də 2 dəfə artar. Doğru cavab C. Difraksiya qəfəsi üzərində monoxromatik işıq dalğası düşür. Alınan maksimumların ən böyük tərtibi nədən asılıdır soruşur. Maksimumların ən böyük tərtibi K max bərabərdir D bölü lambda. D burada qəfəs sabiti və ya periodudur. Demək K D-dən asılıdır. Bir də lambdadan asılıdır. D-dən düz, lambdadan tərs. Yəni dalğa uzunluğu qəfəs periodundan asılıdır. Dalğa uzunluğu sabitsə onda D də sabit olduğundan maksimum tərtibi dəyişməz. Cavab 1-2 D variantı. 49. Cisim sabit qüvvənin təsiri ilə sükunət vəziyyətindən bərabər yeyinləşən hərəkət edir. Bu qüvvənin gördüyüşünün zamanası qrafikansıdır. A bərabərdir F vurulsun S. F sabitdir. Şərtə görə sükunət alınan hərəkətə başladığına görə getdiyi yol və yer dəyişmə modulu AT kvadratı bölü 2 olacaq. Deməli iş T'dən kvadratik asılı olur.
Gəldik 50-ci suala. Deməli, çəkisi nəzərə almayan lik tarazlıqdadır. N reaksiya qüvvəsi modulu nəyə bərabərdir? Deməli, burada tarazlıq şərtlərindən istifadə edəcək. 2 şərtlə 1 momentlər qaydası, 2 əvəzləyici qüvvənin 0 olması qaydasından istifadə edəcək, şərtlərindən istifadə edəcək. P-nin qolu 2 bölgüdür. Burada çəkisini bilmədiyimiz Px deyək bunun çəkisinə yük var. Onda qolu olacaq 4. Deməli, P yükünün qolu 2-dir, momenti olacaq 2P. 2P bərabərdir. Px vurulsun, qolu 4-dür. Buradan Px-i tapsaq, Px bərabərdir 2P bölü 4, yəni 0,5 P. Deməli, buradan bu birinci momentlərin qaydasından tapdıq. İkinci, n bərabər olacaq P üstə gəlsin Px-ə. Yəni, P üstə gəl 0,5 P. O da bərabərdir 1,5 P-yə. Doğru cavab olacaq burada D variantı. 51. Maddədə radioaktiv növələrin sayının zaman asılı qanunu verilib. Bizdən yarımçərmə periyodunu soruşur. Deməli, n bərabərdir n0 vurulsun 2 üstü mənfi t bölü t. Məsələn, şərtində isə verilib n bərabər n0 2 üstü mənfi 0,5 t. Bunları bərabərləşdirsək, görərik ki, 2 üstü mənfi 0,5 t bərabər 2 üstü mənfi t bölü t-yə əsaslar eynidirsə qüvvətlər də eynidir. Deməli, t bölü t 0,5 t-dirsə, t-ləri ixtisar edərik. Böyük t bərabərdir 1 bölü 0,5, o da bərabər olar 2 dəqiqəyə. Doğru cavab D. 52. Verilmiş kütləli ideal qaz izobar sıxılır. Deməli, kütlə sabitdir, təzyiq sabitdir. Sıxılırsa həcm də azalır, ondan düz mütənasib olan temperatur da azalır. Deməli, burada istilik miqdarından, işdən söhbət getdiyinə görə yaza bilərəm. Q bərabərdir delta U üstə gəlsin H termodinamikanın birinci qanunu izobar proses üçün. Deməli, həcm azalırsa qaz mənfi iş görür. Xarici qüvvələr üzərində. Temperatur azalırsa daxili enerji azalır. Bu da mənfidir. Delta U da mənfi, A da mənfidirsə, onda Q mənfi olacaq. Deməli, qaz ətraf mühitdə istilik verir. Özü isə soyuyur. Deməli, qaz istilik alır, yanlışdır. Qaz xaricə istilik verir. Bu düzdür. Deməli, burada nə verilib variantda? Qaz xarici qüvvə üzərində müsbət iş görür. Qaz mənfi iş görür olmalıdır. Deməli, burada 4 doğrudur, 3 səhvdir. Qaz molekularının konsentrasiyasını soruşur. N bərabərdir N böl V. V azalırsa N artmalıdır. Amma burada yazıb ki, konsentrasiya azalır. Deməli, cavab 2-4 A variantı olar. 53-cü suala diqqət edərsəniz, burada məncə sualda problem var. Problem deyəndə əskiklik var. O da nədən ibarətdir? Şaquli istiqamət yuxarıda ola bilər, aşağı da ola bilər. Yəqin ki, burada yuxarı nəzərdə tutulub. Ona görə biz yuxarı istiqamətdə atılmış üçün, cismin hərəkəti üçün yer dəyişmənin qiymətini tapaq. Yuxarı yavaşın hərəkət elədiyinə görə V0T çıxılsın JT kvadratı böl 2 olacaq. H bərabərdir. V0 20-dir, vurulsun T3 çıxılsın 10 böl 2, vurulsun T'nin kvadratı 9. 60 çıxılsın, deməli 45. Bərabər olar 15 metr. Yenə təkrar edirəm, bu şaquli yuxarı atılmış cismin yer dəyişməsidir. Yəqin ki, bunu nəzərdə tutublar. Aşağı atılmış olsaydı, ortada plus düsturda plus qoyardınız. Gəldik 54-də. İnduksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olur protonlar və onların sürətləri fərqlidir. Bizdən periodu soruşur, radiusu soruşur, impuls, Lorentz. Təkrar olsun deyə bunların hər birinin düsturunu yazacağım. Periyodun düsturu 2pm bölünsün qb-dir. Radius R bərabərdir mv böl qb. Omega qb böl m. Impuls mv. Lorentz qüvvəsi
baxılan halda Q, V, B olacaq. Burada görürük ki, bizə deyir ki, hansıların qiymətləri eynidir. Yəni, sürətdən asılı olmayan olmalıdır. Deməli, bir periodu olacaq, bir də omega. Radius sürətdən düz asılıdır. Sürəti böyük olanın radiusu böyük olacaq. Sürəti böyük olanın impulsu böyük olacaq. Sürəti böyük olanın deməli Lorenzi də böyük olacaq. Deməli, burada olmalıdır periodla bucaq sürəti. Doğru cavab 1-3. Diqqət edin. Əgər seçim sual düşərsə, kodlaşdırmada 1-3 şəklində yazılın. Araya vergül qoymaq doğru deyil. 1,13 kimi oxunacaq yoxsa. Demək, gəldik 55-ə. Cisim maye daxilində sabit sürətlə düşür. Deyək ki, qabın içərisində maye var, cisim sabit sürətlə aşağı düşür və konstant. Buna aşağı yönəlmiş ağırlıq qüvvəsi təsir edir, yuxarı yönəlmiş Arximed. Cisim aşağı istiqamətdə hərəkət elədiyinə görə müqavimət də yuxarı istiqamətdə olur. Əvəzləyici qüvvə 0 olmalıdır. Bunun üçün aşağı olan qüvvə, yəni ağırlıq qüvvəsi yuxarı olan qüvvələrin cəminə bərabər olmalıdır. Onda F ağırlıq bərabərdir 20 + 5, 25 Newton. Doğru cavab 25 Newton olar. Gəldik 56-ya. Sağaclardan axan cəryan şiddətinin zamanı asılı qrafiki verilmişdir. Sağaclarda yaranan induksiya EHG-ləri eynidir. T0 anında, yəni başlanğıc anında birinci sağacdan keçən mayın seli 12-dir. İkinci sağacdan keçən mayın seli nəyə bərabərdir soruşur. Öz-özünə induksiya EHG-si bərabərdir. Mən burada modulunu yazacağım. L delta I bölünsün delta T'dir. EHG-lər eynidir. Epsilon 1 bərabər epsilon 2-yə. Deməli, birinci üçün yaza bilərəm L1 vurulsun. Cəryan şiddətinin dəyişməsi 2I0 bölünsün zaman T0. L2 vurulsun. Cəryan şiddəti I0-dan 0-a qədər dəyişib. Yəni I0 bölünsün T0. I0 deməli epsilon 1. Burada diqqət eləyək. Qiymətlərin yerinə qoyanda xüsusi diqqət eləyək şagirdlər. Görürsünüz, mən də səhv edirəm burada. Çünki rəqəmlərə fikir verməliyik burada. Deməli, birinci üçün epsilon 1 yazırıqsa, L1, birincinin başlanğıc halda cəryan şiddəti I0-dır. I0 bölünsün T0. L2 vurulsun. İkincinin cəryan şiddətinin dəyişməsi bu olacaq 2I0 bölünsün T0. I0, T0'lar ixtisar olunar. L1 bərabərdir 2L2. Və bizdən seli soruşur. Fi bərabərdir Li. Fi 2-ni tapmalıyıq. Fi 2 böl Fi 1 bərabərdir L2 I2 bölünsün L1 I1. L2-ni olduğu kimi saxlayıram. Deməli, I2 başlanğıc halda nə qədər idi? 2I0, 2I0. L1-in əvəzinə yazıram 2L2. I1 də I0 idi başlanğıc halda. L2-lər getdi, L0-lar getdi, 2-lər də getdi, qaldı 1. Nisbət 1-dirsə, Fi 2 Fi 1-ə bərabərdir. O da olacaq 12 mV. Cavab 12 mV-dir. 57. Cisim şaquli istiqamətdə yuxarı atılıb yer səthindən. Atılma anında kinetik enerjisi 120-dir. Deməli, uyğunluğu müəyyən etməliyik. Deməli, bilirik ki, havanın müqaviməti nəzərə alınmırsa, tam mexaniki enerji bütün hərəkət müddətində sabit qalır. Atılan andakı kinetik enerji nə qədər idi? YK0 120 joule. Bu tam enerjidir də. Onda ən yuxarıda isə potensial enerji Y potensial S nəyə bərabər olacaq? 120 joule. Ən yuxarıda Y kinetik S nöqtəsində 0 olacaq. Çünki cəm tama bərabər olmalıdır. Atılan anda Y potensial 0, 0-a bərabər idi. Deməli, baxaq.
Elə C nöqtəsində tapmışıq. Deməli, potensial 120, kinetik 0 olsun. Potensial 120 olan B variantıdır. A nöqtəsində. Ardıcılığa fikir verək. C nöqtəsində tapmışıq da. C nöqtəsində potensial 120 olmalıdır. C nöqtəsinə baxıram. Potensial 120 və kinetiki 0 olmalıdır. B deməli B uyğun gəlir. Potensial enerjisi 120-dir və kinetiki 0-dır. Deməli, üçüncüyə uyğun gəldi B-yə. A nöqtəsində, bir də B nöqtəsində. Deməli, yerdən olan hündürlük 4h-dırsa, hər h qədər yuxarı qalxanda, deməli, potensial enerji 30-30 artmalıdır da. Y potensial A nöqtəsində olacaq 30 joule, 2h hündürlüyündə olacaq 60 joule, Y potensial. Deməli, B nöqtəsində olacaq Y potensial B nöqtəsində 90 joule, C nöqtəsində də 120-dir. Deməli, baxırıq biz B nöqtəsinə. B nöqtəsində potensial enerji 90-dır. Baxıram, potensial 90 olan varmı? Var. B nöqtəsində potensial enerjisi 90 joule-dur. Deməli, uyğun gəlir C. Potensial 90 olanda kinetiki 30 olmalıdır. Deməli, ikinciyə uyğun gələcək AC. A nöqtəsində potensial 30-dur. Kinetiki olacaq bunun A nöqtəsində 60 joule. Deməli, bizdə bir dənə qalıb potensialı 30 joule olan. Deməli, bu da uyğun gəlir birinciyə. Deməli, cavab belə olacaq. D, AC, B, Y. Ümid edirəm, düzgün yerləşdirdik. Əgər səhv görsəniz, şərhdə yazın, baxın. 58. X oxu boyunca hərəkət edən cismin koordinatının zamanı qrafiki verilmişdir. Cismin ilk 2 saniyə müddətində sürəti 6 olub, ilk 6 saniyə müddətində orta sürətini tapın. Deməli, burada nə demək olar? V orta bərabərdir S ümumi bölünsün T ümumi yaza bilərik. Birinci hissədəki sürət V1. Getdiyi yol nə qədərdir bunun? X0 böl 2. X0 böl 2-ni bölərəm 2-yə. Bərabər olar X0 bölünsün 4. O da nəyə bərabərdir? Sürət verilib 6 metr böl saniyə. İkinci hissədə də getdiyi yol X0 böl 2-dir. Onda V2 bərabərdir X0 böl 2. Burada isə 2 saniyə ilə 6 saniyə arasındakı vaxt keçib. Yəni 4 saniyə keçib. Bu da olur X0 bölünsün 8. X0'ı tapsaq yuxarıdan 24 isə 24 böl 8. Bu da olacaq 3 metr böl saniyə. Deməli, bizdə T var. S ümumini də yerinə belə yaza bilərəm. V1 T1 üstə gəldi V2 T2 bölünsün T ümumi. V1 6-dır, şərtdə verilmişdir. 2 saniyə gedib V1 ilə üstə gəlsin. V2-ni biz tapdıq 3, amma 4 saniyə gedib. Ümumi zaman da 6 saniyədə deyir. Yuxarıda olacaq 24, 12, 12, 24 böl 6. Bu da edər 4 metr bölünsün saniyə. Gəldi 59-cu suala. Sxemdəki ampermetrin göstərişi 3 amperdir. Deməli, buna biz I1 deyək. Nəyə bərabərdir? 3 amperə. Deyək ki, kondensatorun tutumunu 2 dəfə artırdıqda S2 bərabər 2S1 və ya 2S0 olanda bizdən I2-ni tapmaq lazım. Neçə amper olar soruşur. I2-ni tapmalıyıq və onu qiymətlərini göstərməklə qrafikdə qeyd etməliyik. Deməli, yalnız kondensator qoşulmuş dəyişən cərəyan dövrəsində cərəyan şiddəti, amplitud qiyməti UM böl XC-dir. XC-nin omega-si olduğunu XC-nin 1 böl omega-si olduğunu nəzərə alsaq, alınar UM vurulsun
omega C. Şərtdə verilib UM ilə omega sabitdir. Deməli IM C-dən necə asılıdır? Düz. Tutum C0 olanda cəryan şiddəti 3 amper idi. Deməli tutum artanda cəryan şiddəti artacaq, çünki düz asılıdır. 2 dəfə artıbsa cəryan şiddəti də 2 dəfə artmalıdır. C0-a uyğun gələn 3 amperdirsə, 2 C0-a uyğun gələn neçə olacaq? 6 amper olur. Belə bir qrafik alınır. Gəldik 60-cı suala. Hündürlüyü 12 santim olan cisim H bərabərdir 12 santim olan cisim linzadan 4F məsafədə yerləşib. Cismin xəyalının hündürlüyünü tapın. Xəyalının hündürlüyünü də böyük H-la işarə edərik. Burada nazik linzanın düsturunu yazmaq olar. 1/F bərabər 1/D üstəgəlsin 1 bölünsün kiçik F. Buradan kiçik F-i taparıq. 1/F bərabərdir 1 bölünsün 4F üstəgəl 1/kiçik F. 1/F bərabərdir 1 böyük F çıxılsın 1/4F. Ortaq məxrəci gətirsək 4F, yuxarıda qalacaq 3. Demək, kiçik F bərabərdir 4F bölünsün 3-ə. Bunu niyə tapdıq? D bərabər 4F verilib onsuz da bizə. Deməli, xətti böyütmənin iki düsturunu bərabərləşdirmək olar. H/H bərabərdir F bölünsün D. Deməli, bizə lazımdır böyük H-ı tapmaq. Böyük H bölünsün kiçik H. Bu cismin ölçüsüdür 12. Kiçik F-in qiymətini tapdıq. 4F/3/4F. 4F-lər ixtisar getdi, qaldı 1/3. H bərabərdir 12 bölünsün 3 bərabərdir 4 santim. Deməli, cismin 4 dəfə, daha doğrusu 3 dəfə kiçildilmiş xəyala alınıbsa, xəyalın ölçüsü cismin ölçüsündən 3 dəfə azdır. Onda cavab 4 santim olur. Beləliklə videonun sonuna gəldik. Hər birinizə təşəkkür edirəm.